Qışlayan gövdələrdə verilmiş hissələrdən hansıları gövdənin qabığına aiddir? Demək, qışlayan gövdə vardı. Bu verilmiş hissələrindən hansıları götürəcək ki, o qabıq hissəyə aiddir? Qabığa aid olan hissələri bir-bir qeyd edək. Deməli, 5 rəqəmi ilə nə göstərilib? Göstərək, özək. 4 rəqəmi ilə göstərilibdir oduncaq. 3 rəqəmi ilə göstərilibdir kombi. Deməli, 2 rəqəmi ilə göstərilən floemadır. Floema. 1 rəqəmi ilə göstərilən mantar qatıdır. Mantar. Və burada yaşıl üzeri qatı da olmalıdır, amma qışlayan dediyi üçün təbiidir ki, mantar yaranıbsa artıq dəricik yoxdur. Dəricik yoxdursa yaşıl üzeri qatı da yoxdur. Ona görə də bu ikisi qabığı yaradır. Yəni qabıq əslində floema ilə mantar arasında, yəni dəricik olur, mantar olmur əvvəlcə. Dəriciklə floema arasında, daha doğrusunu deyək, yaşıl üzeri qatı da olurdu. Ona görə də burada bu iki hissədən ibarət olacaq qabığımız floema və mantar. Bizə də qabığa aid olan hissələri deyir. Ona görə də 1 və 2-ni götürə bilərik.